Salam əziz izləyicilər, Python seriyamıza davam edirik. İstinad etdiyimiz mənbə Kərim Tahiroğlu. Keçən dərsimizdə biz mənimsətmə operatoru haqqında danışmışdıq. Bugünkü mövzu çoxlu mənimsətmə olacaq. Misal üçün, biz deyək ki, hər hansı bir A dəyişəninə hər hansı bir qiymət mənimsədirik. Tutalım, 1 qiymətini mənimsədirik. B dəyişəninə yenə bir qiyməti mənimsədirik. C dəyişəninə yenə bir qiyməti mənimsədirik. Print A, B, C desək, bu şəkildə A-nın, B-nin və C-nin qiymətlərini ekrana çıxaracaq. Amma biz bunu, yəni bunları tək-tək mənimsətdik. İndi biz bunu fərqli şəkildə, yəni çoxlu mənimsətmə prinsipi əsasında mənimsədə bilərik, yaza bilərik. Ümumiyyətlə, Python proqramlaşdırma dilində çoxlu mənimsətmə iki şəkildə mümkündür. Biri, eyni zamanda bir neçə dəyişənə, yəni fərqli dəyişənlərə eyni qiymətlərin mənimsədilməsi və ikinci şəkil, eyni zamanda bir neçə dəyişənə müxtəlif qiymətlərin mənimsədilməsi. İndi gəlin elə birinci şəkildən danışaq. Eyni zamanda bir neçə dəyişənə, yəni bir neçə fərqli dəyişənə eyni qiyməti mənimsədək. Məsələn, biz burada A, B, C fərqli dəyişənlərdir bunlar. Bunlara bir qiyməti mənimsədilmişik, amma ayrı-ayrılıqda. Gəlin bunu birlikdə edək. Yəni, çoxlu mənimsətmə şəklində edək. Bu zaman nə edirik? A bərabərdir B, bərabərdir C yazırıq. Bu da bərabərdir 1 yazırıq. Bax, buna deyirlər çoxlu mənimsətmə. Yəni, hər üçünə, yəni ayrı-ayrı dəyişənlər olan A, B, C-yə eyni zamanda bir qiymətini mənimsətmiş oluruq. Print A, B, C yazsaq, ekrana yenə eyni nəticəni çıxarmış olacaq, gördüyünüz kimi. Və bundan sonra keçək ikinci bir formaya. Deməli, ikinci forma necə idi? Fərqli dəyişənlərə, eyni zamanda bir neçə dəyişənə fərqli qiymətlərin mənimsədilməsi. Misal üçün, deyək ki, ilk öncə tək-tək qiymətlər verir. Məsələn, A-ya 1, B-yə 2, C-yə 3 qiymətini mənimsədə bilərik. Bu zaman print A, B, C yazıb ekrana çıxaracaq olsaq, təbii ki, A, B və C-nin qiymətlərini ekrana çıxaracaq. Amma biz bunları eyni zamanda da eləyə bilərik. Yəni, bu ayrı-ayrılıqda tək-tək qiymət mənimsətmədir. Biz bunları eyni zamanda da mənimsədə bilərik. Bu zaman nə edirik? A, vergül, bax, diqqət edin, yuxarıda A bərabərdir C, B bərabərdir C, o da bərabərdir 1 qiymətini yazmışdıq. Niyə bunların arasında bərabərdir yazmışıq? Çünki hər üçünə eyni qiyməti mənimsədir. Amma burada artıq bərabərdir yazmırıq. A bərabərdir, A vergül B, vergül C bərabərdir 1, vergül 2, vergül 3. Eyni zamanda bir neçə fərqli dəyişənə fərqli qiymətlər vermiş olduq. Mənimsətmiş olduq. Print A, B, C yazsaq, A, B və C-nin qiymətlərini gördüyünüz şəkildə ekrana çıxarmış olur. Yəni, burada A-ya 1, B-yə 2, C-yə 3 qiyməti uyğun gəlmiş olur. Başqa bir formada da, məsələn, bir dəyişənə 3 qiymət eyni zamanda mənimsədə bilərik. Necə? Misal üçün, bu dəfə A bərabərdir, B bərabərdir, C yazıram və bu da bərabərdir 1, 2, 3 yazıram. Bu nə deməkdir? Həm A-nın 3 dənə qiyməti var, yəni A 1-ə, 2-yə və 3-ə bərabərdir. Həm A-ya 3 dənə qiymət mənimsətmiş oluruq.
həm B-yə 3 dənə qiymət mənimsətmiş oluruq, həm də C-yə. Bu yazılışın yuxarıdakı yazılışla fərqi var. Yəni yuxarıdakı yazılışda A-nın yalnız bir qiyməti var, 1-dir. B-yə yalnız 2 uyğun gəlir. C-yə isə yalnız 3 mənimsədilir. Amma aşağıda A-ya eyni zamanda 1, 2 və 3, həmçinin B-yə 1, 2 və 3, həmçinin C-yə 1, 2 və 3 qiymətləri mənimsədilmiş olur. Print. İndi burada fərqli bir print komandası icra edək. Məsələn, print A deyək. Ekrana 1, 2 və 3 qiymətlərini siyahı şəklində çıxarmış olur. Gördüyünüz kimi, buna indi gələcəkdə biz siyahılar haqqında danışacağıq. Görürsünüz, yuxarıdakı qiymətləri ardıcıllı şəklində verib 1, 2, 3. Aşağıda isə bunu siyahı şəklində verib. 1, 2, 3. Deməli, həmçinin print B də yazsam, eyni şəkildə qiyməti çıxarmış olacaq. Çünki bu 3 qiymət hər 3 dəyişənə aiddir. Print A, B və C yazsam, gördüyünüz kimi hər 3 qiymət, hər 3 dəyişənin 3 qiymətini 3, yəni ekrana çıxarmış olur. Bu qədər növbəti dərsimiz tiplər haqqında olacaq. Pythonda dəyişənlərin tipləri haqqında. Sağ olun. Növbəti video izahlarda görüşənədək.